Salam, hər kəs salamlayıram, hər kəsin şahındadır. Mənim sizlə maraqlıdır. Bu Asparkingi görürsünüz. Bu Asparkingin əməkdaşı baxır da, maşın yoxlayır, düşməyibsə sistemə 20 manat cərimələyir. Asparkingin aktiv olma saatı səhər saat 7-dən axşam saat 10-a candır. Yəni bu da 15 saat deməkdir. Maksimum Azərbaycan Respublikasının Bakı şəhəri, paytaxtında, Bakı şəhərində maksimum park bakımının ən bahalı saatı 70 qəpikdir. 1 saatına görə. Yəni bu adam bu maşını burada parking eləyib, Asparkingdə sistemə vurmayıbsa, 15 saat dayansa səhərin axşamacan. Yəni Asparkingin aktiv olduğu müddətdə bu maşının yazdığı pul 10 manat 50 qəpik eləyəcək. Nəyə görə, hansı səbəbə görə, yəni 20 manat cərimə tətbiq olunur? Səbəb nədir? 20 manat cərimə. Yəni bu səhərdən axşama kimi orada maşını saxlayıb, bu dayanacaqda növbə götürüb dayansa 10 manat 50 qəpik eləyir. 70 qəpikdən elə söhbət gedir. Bura 70 qəpiksə məsələn. 10 manat 50 qəpik, bunun 40 qəpik olan yeri də var.